yazısının imtahanı, həyatın dərin səslərində səyahət, uzaq illərin tozunu üzərində daşıyan, min illərin tarixinin, əcdadların hikmətini və xalqın səmimi duyğularını özündə birləşdirən Azərbaycanın kiçik kəndlərindən birində Şəfəqabad adlanan o gözəl yer yerləşirdi. Bu kənd dar daş küçələri, qədim ağacların kölgəsi və axan çayın sakit sədası ilə hər kəsin qəlbində əbədi izlər buraxırdı. Hər daş, hər yarpaq, hətta yavaşca əsən külək belə keçmişin nağıllarını və gələcəyin ümid dolu arzularını fısıldayırdı. Şəfəqabadda yaşayan insanlar torpaqla, ənənələrlə və əcdadlarının öyrətdiyi dəyərlərlə bağlı, nəsildən nəsilə ötürülən sevgi və mərhəmət ruhuna sahib idilər. Bu dəyərlərin ən gözəl nümayəndəsi isə kəndin hörmətli yazıçısı Məhəmməd Rəsulov idi. O, uşaqlığından bəri gözəl sözlər tapmaq, insan həyatının dərin sirlərini, sevinclərini və kədərlərini qələmə almaq arzusu ilə yaşadı. Tolstoyun romanlarındakı kimi Məhəmməd Rəsulov da insanın qəlbindəki sarsılmaz ümid və acıların, sevinc və mərhəmətin ahəngini anlamağa çalışırdı. Rəsulov hər gün səhərin ilk işığı ilə kəndin dar küçələrində gəzir, əcdadlarının qoyduğu kökləri, ataların əllərində yetişən bu torpağın sədasını dinləyirdi. O, həyat yalnız günlərin keçməsi deyil, hər gün özündə yeni hekayələr, yeni ümidlər, yeni sınaqlar daşıyır deyə düşünərək ətrafındakı hər detalı diqqətlə izləyirdi. Hər bir baxış, hər bir danışılan söz onun üçün bir nağılın başlanğıcı kimi idi. Kəndin insanları arasında Məhəmməd Rəsulovun yazdıqları hekayələr, şeirlər və düşüncələr böyük maraqla oxunurdu. O, təkcə öz yaşadığı acıları və sevincləri deyil, həm də başqalarının həyat hekayələrini dinləyib, onları kağıza tökdü. Rəsulovun qələmi ilə hər bir kəsin həyatında gizlənmiş incə duyğular, illərin təcrübəsi və dərin hikmət sanki bir simfoniya kimi ahəngdar şəkildə canlanırdı. O, yazarkən insanın içindəki həqiqəti, acını və sevincini, həmçinin həyatın hər bir anını sanki dərin bir öyrətmənin, əbədi bir dərsin sədası kimi sənətə çevirmək üçün yorulmazdı. Bir payız günü, kəndin ən sevimli məkanı olan əbədi Qızıl Güllər Parkında Məhəmməd Rəsulov həm dostları ilə, həm də gənc oxucuları ilə bir araya gəldi. Orada uzun illərin xatirələrinin, ataların vətənpərvər hekayələrini danışan qoca xanım Fəridə xanım da vardı. Fəridə xanım, qoca yaşının gətirdiyi hikməti ilə hər birimiz torpağın verdiyi dərsləri və əcdadlarımızın qəlbində yanan ümidləri unutmamalıyıq. Həyat bizə həmişə yeni başlanğıclar, yeni sınaqlar və sevgi dolu anlar bəxş edir, deyə söz açırdı. Bu sözlər Məhəmməd Rəsulovun qəlbində dərin izlər buraxdı və o, həmin anın sədasını yazıya çevirməyə qərar verdi. Rəsulov o gün parkda gördüyü hər şeyi, insanların danışdıqları hekayələri, gülüşləri, göz yaşlarını və sanki hər kəsin içində yanan o sarsılmaz ümidin işığını öz qələminə köçürdü. O, yazdı, payızın saralır yarpaqları sanki keçmişin acı şirin xatirələrini daşıyır. Hər bir yarpaq, hər bir külək, hər bir an insan qəlbində sarsılmaz bir işıq, əbədi bir dərs var. Biz bu torpağın övladları olaraq həm keçmişin acılarını, həm də sevincini, sarsılmaz ümidimizi bir araya gətiririk. Həyat hər an yeni hekayələr yazan, insanın öz içindəki dərin sirləri kəşf etməsinə imkan verən bir nağıldır. Bu yazılar həm gənc oxucular, həm də kəndin yaşlıları tərəfindən böyük qiymətləndirildi. Hər kəs Məhəmməd Rəsulovun sözlərindən öz həyat hekayələrinin bir parçasını tapır, qəlbində yanan o sarsılmaz ümidin dəyərini daha da dərindən hiss edirdi. O, Tolstoyun romanlarında olduğu kimi yalnız öz yaşadığı acı və sevinci deyil, bütün insanlığın, bütün ailələrin, bütün dostluq və əlaqələrin dərinliyini, səmimiyyətini və əbədi sədasını qələmə almağa çalışırdı. Bir gün kəndin ənənəvi bayramı, Ümid günüə gəldi. Bu bayram hər kəsin öz içindəki dərin hissləri, ailə bağlarını və ənənələri yenidən xatırladığı, birlik və sevgi dolu anların qeyd edildiyi bir gündür. Hər ailəm bayram sabahı erkən saatlardan başlayaraq, bir-birinə hörmət və sevgini bəxş edərək, keçmişin dərslərini və gələcəyin ümidlərini yad edirdi. Məhəmməd Rəsulov da bu bayramda öz əsərlərini təqdim etmək üçün böyük bir məclisdə çıxış etdi. O, məclisdə belə dedi, əziz vətənpərvərlər, biz bu torpağın övladları olaraq hər birimiz öz həyat hekayəmizi, acılarımızı, sevinclərimizi və ümidlərimizi bir araya gətiririk. Bizim ailə əlaqələrimiz, dostluqlarımız və hər kəsin ürəyində yanan o sarsılmaz işıq, keçmişin acı dərslərindən, sevinclərindən və ən əsası bir-birimizə olan sevgi və hörmətdən doğur. Bu ümid günü hər birimizin həyatında yeni başlanğıclar, yeni hekayələr və əbədi ümidin təcəssümü olsun. Bu çıxış məclisdə toplanan hər kəsin ürəyində dərin sarsılmaz bir ümid oyatdı.
İnsanlar o gün yalnız keçmişin dərslərini yad etmədilər, eyni zamanda gələcəyə inamla baxaraq bir-birinin qəlbində yanan sarsılmaz əlaqələrin, sevginin və mərhəmətin dəyərini yenidən anladılar. Məhəmməd Rəsulovun yazdıqları kəndin hər bir sakininin həyatında dərin izlər buraxdı və hər kəs öz içindən ailə və dostluq əlaqələrinin nə qədər qiymətli olduğunu bir daha dərk etdi. Zaman keçdikcə Məhəmməd Rəsulovun əsərləri kəndin kənarından şəhərlərə, hətta ölkənin ən böyük mətbuat orqanlarına qədər çatdı. O, öz qələmi ilə insanın öz içindəki sirlərini, acılarını, sevinclərini və ən dərin əlaqələrini sənədləşdirərək Tolstoyun romanlarındakı kimi insanlıq dramının və sarsılmaz ümidin şahidi oldu. Onun yazdığı hər bir hekayə, hər bir şeir, sanki min illərin tarixini və insan qəlbində yanan əbədi işığı bir araya gətirən, dərin və səmimi bir sənət əsəri kimi qiymətləndirildi. Həyat Məhəmməd Rəsulov üçün yalnız sözlərin, hekayələrin və şeirlərin toplusu deyildi. O, insanın öz varlığının, ailə bağlarının və əlaqələrin dərinliyini kəşf etmək üçün daima səy göstərirdi. O, kəndin dar küçələrində, tarlalarda və məscid meydanlarında gedərkən, hər kəsin öz həyat hekayəsində, hər bir insanın qəlbində gizli olan acı və sevinci eşidirdi. Hər dəfə bir insanın gözlərində sanki min illərin sədası, keçmişin və gələcəyin birləşdiyi bir simfoniya görünürdü. Məhəmməd Rəsulov yazdığı əsərlərdən ailə və əlaqələrin dərinliyini, insanın qəlbində yanan sarsılmaz ümidin və sevginin nə qədər qiymətli olduğunu bildirirdi. O, belə yazırdı: hər birimiz həyatın içində sevginin, hörmətin və bağlılığın sarsılmaz izlərini daşıyırıq. Bu izlər yalnız keçmişin acılarından ibarət deyil, onlar gələcəyin parlaq ümidlərini, insanlıq dəyərlərini və ailə əlaqələrinin əbədi gücünü simvolizə edir. Biz bir-birimizə olan bağlarımızı sevgi və mərhəmətlə möhkəmləndirərək həyatın hər çətinliyini aşacağıq. Bu sözlər kəndin hər küncündə yaşayan insanlar tərəfindən səmimi və dərin bir duyğu ilə qarşılandı. Hər ailə, hər məclis, hər dostluq bu dəyərlərin nə qədər qiymətli olduğunu bir daha xatırladı və öz aralarında keçmişin acılarını və sevinclərini, gələcəyin ümidini bölüşərək sarsılmaz əlaqələrini gücləndirdi. Beləliklə, yazısının imtahanı, həyatın dərin səslərində Səyahət adlı bu dastan Məhəmməd Rəsulovun qələmi ilə Sülhabadın səmimi torpağından insan qəlbində yanan sarsılmaz ümidin və əlaqələrin əbədi sədası kimi nəsillərə ötürüldü. O, öz əsərləri ilə yalnız bir yazısı deyil, həm də insanlıq dəyərlərinin, ailə bağlarının və əlaqələrin dərinliyinin canlı şahidi oldu. Hər kəs bilir ki, həyatın ən böyük zənginliyi, ailə, dostluq və insanın qəlbindəki sarsılmaz sevgi, yalnız maddi şeylərdə deyil, qəlbdə, keçmişin dərslərində və gələcəyin ümidində gizlidir. Biz bu dastanı oxuduqca öz həyatımızda ailə və dostlarımızla qurduğumuz əlaqələri dərin sevgi və hörmətlə yenidən qiymətləndirir və gələcəyə daha inamlı addımlar atırıq. Beləliklə, bu nağıl Azərbaycanın qədim torpağından çıxan əcdadlarımızın izlərini və sarsılmaz dəyərlərini gələcəyə daşıyan Məhəmməd Rəsulovun qələmi ilə yazılan Tolstoyun dərin insan təfəkkürünə xas üslubda, bütün insanlığa ümid və sevgi bəxş edən bir irs olaraq nəsillərə ötürüləcək və əbədi yaşayacaqdır.